mənim uşağımın üstünə yalanla şər atıldı? Niyə? Niyə şər atıldı bu gül kimi balamın üstünə? Ne oldu? Məktəbdə bir elə faciələr olur. Üstünü örtürsüz. Niyə örtdünüz? Niyə hərbiçinin oğlunuz, şeydə hərbiçinin oğlu şak 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 TikToklarla bir oldu? Niyə? Niyə adı çəkildi hamısının adı? Kimlərsə şəklini xəlbətləyib stolun altından çəkib, partağın altından. Qızlar daskada oturubdu, dərsi söyləyir. Stolun altından şakka şakka şəkillərin videolarını çəkiblər. Pis söyüşlərlə də paylaşıbdı. Hələ Elmarın adı çıxıbdı məktəbdə. Adaların bir misal var. İnsan adı çıxınca canı çıxmağa yaxşıdır. Hoş geldiniz. Ataların bir misal var. İnsanın adı çıxınca canı çıxmağa yaxşıdır. Yox, sənin oğlun burada oxumasın. Niyə oxumasın? Niyə? Uşaq mənimdir. Nə qarb Elmar? Yaxşı, Elmar bıçağı gətirmiş də. Göstər də bıçağı mənə. Anlayam, valideyniyəm. Göstər də dinən ki, Elmar bıçağı bura gətirdir. Ala. Zanetkiyə qoymuşam. Xoş gəldi sanmaz. Salam Gözəl xanım. Xoş gəldin. Çox sağ olun. Niyə səbirsiz belə? Niyə səbirləşsiz hər şeyə? Bacı, mənim uşağım, anam bacım, deyir ki, məktəbə lezvadır, bıçaqdır, nədir, aboy kəsirəm. Böyünəmdə mən deyirəm ki, mənim uşağım gətiribsə, bir ağlı məntiqi dişlətmək lazımdır. Səhv deyirəm, anam bacım. Düzdür can. Deyirəm ki, gətiribsə göstərt. Böyünəmdə mənə yaxşı insanlar başa saldı ki, gözəl, avam oğluma, yaxşı, Elmar səni bıçaq aparmış da. Niyə direktor demədi ki, gözəl zəng eləmədi ki, niyə gözəl həmən günü zəng eləmədi? Deyək, sənin oğlun bıçaq gətirdi, deyək budur. Niyə eləmədi? Niyə polisə məlumat vermədi? Səhv deyirəm? Yox, düz deyirsiniz. Onlar verməliydi, müəllimə verməliydi polisə. Direktor verməliydi. Əsəbləşməyin, hər şeyə görə hissəlməyin Gözəl xanım. Bacı, dönənlərim. Dönənlərim, Qurana and olsun. Məktəbdə var ha. Bizim məktəbdə, Qaradoxun məktəbində olmayan şeylər yoxdur. Bax, mən məhlə süpürüb görürəm, bu gözlərim çıxsın görürəm. Dönənlərim, al töybə. Mən də məhlənin arvadlarından eşidirəm. O danışır, bu danışır. Avam şeyim də, onun ağzına baxıram, bunun ağzına baxıram. Bir də gördüm ki, danışılana qulaq asıram. Dedilər ki, filan kəsin uşağı Maxeyinin oğlu. Maxeyinin oğlu, hərbiçinin oğlu. 4 dənə qız olubdu. Çıxıb daskada dərsini keçdiyəndə hərbiçinin oğlu altdan onları xəlbətləyib pısıb. Altdan da pozğun sözlərlə yazıb paylaşıbdı. Budur da məktəb, Qaradoxun məktəbi. Bu. Düz deyirsin. Oldu. Əksər müəllimin olanda belə şey yox idi axı. Nə oldu bəs? Yaxşı, mənim oğlumun valideyni mənəm. Elmarın valideyni mənəm. Qoy qoyulsun YouTube'a. Mən qorxmuram da Allahdan başqa. Valideyni mənəm da. Elmarın valideyni mənəm. Yaxşı, Elmar bıçağı gətirmişdi da, lezvanı gətirmişdi. Sırazı məni yığıydın, mən anıydım.
məni yığıydın, deydin ki, gözəl, ala bu lezvanı da polislə bura çağırtdırıram. Polis çağırtdıraydın həmən günü. Düzdür. Gözəl, görmüsən uşağın əlində sən, nəsə danışdırmısan uşağı. Uşaq danışmıyor. Uşaq mama dünənlərim idi, dünənlərim. Uşağım mən, oğlum sinif. Tamamlı uşaqlarınız var sizin. Baxıram mən səni izləyirəm, çox yaxşı uşaqlardır. Yo, mən oğlum üçün. Bilirəm, Zahar mənim də tərbiyədi. Mənim oğlum Allah üçünə, Allah tanrı şadıdır, Allah baxır. Mənim oğlum dünənlərim dedim ki, uşağa mən nə qarıram, işə gedirəm. Səhər saat 9-da gedirəm işə. Axşamdan yeməyimi bişirirəm, düşürəm, qoyuram xaldinin dondurmasına ki, yeməsin. Günorta üstə gələndə töküb qızdırıram. Günorta üstə uşaq gördüm, binanın qabağını süpürürdüm, zibili daşıyırdım. Gördüm oğlum, mama deyə gəlir. Dədə gəl. Uşağı dedim ki, dədə çıx ala bu haçarı, get. Evə əyni dəyişicə bir dənə burada toplayıb gəlirəm. Mama yaxşı. Mən gəldim, əlim üzümü yuyub, əynimi dəyişib, yeməyi qızdırıb qabağına qoymuşdum ki, uşağımın sinif yoldaşım maması zəng elədi. Gözəl, sən oğlun məktəbə söyür, məktəbdə söyür, gözəl, lezva gətiribdi. Dedim, görmüsünüz? Dedi, yox. Mən araşdırıram, bacı, məni belə bilməsinlər. Mən ilanı yoldan çıxardanım, mən araşdırıram. Dedim, yaxşı. Sonra müəllimə səs atdım. Müəllimə səs atdım, dedim müəllimə, belə-belə. Dedi, hə, gətiribdir. Hə, deyir. Deyəndə, səsi də var da məndə. Mənə səs atıbdır. Dedi, hə, gətiribdir. Dedim, müəllimə, gətiribsə, həmən günü dədəsini niyə yığmadınız? Həmən günü məni niyə yığmadınız? Həmən günü polisi niyə çağırmadınız? Məktəbin polisi olan şeydir. Səhv deyirəmsə, desinlər ki, gözəlin səhvi var. Niyə yığmadınız polisi? Sizə aiddir məktəb, mənə aid deyil. Mən evimə cavabdekəm. Çölə məktəbə yox. O belə getdi mi? Bir gün də getmişəm direktorun yanına. Deyirəm, müəllim, bıçağı hanı? Anıyam da görmək istəyirəm. Bəlkə yalan deyirlər. Balamı üstə şər atırlar. Böhtan atırlar. Hə, gətirmişdi. Dedim, hanı bıçaq? Mən araşdırıram, mən belə bilməsinlər. Nə olsun oxumamışam. Oxumuşda adam mən zirəngəm. Tulladım. Tullamayaydın da. Niyə tulladın? Dədəsi var. Əkəni var. Doğanı məl. Nənəsi var. Çəkilini çəkəydin, ataydın nənəsinə. Deydin gözə, dədənin köşmüş kişinin nömrəsi var. Ataydın dədəsinə ki, sənin oğlun bu şey gətiribdi. Düzdür, düzdür. İndi sən də axıra kimi tələb elə. Attılar. Böhtanı attılar. Bəs bəs mən də onu istəyirəm da ki, deyir ki, bıçaq gətiribdi. Hanı bıçaq? Mənim oğlum, bacı, nə bıçaq, nə bıçaq. Ay bacım, vallahi lən, nənəsi deyə bilər ki, get nə qayırsansa qad dalında durmuşuq. Mən gözümün qabağındayam. Mənim yanımda böyüyüm mənim uşağım. Mənim uşağım balkondan tullandı, mən birinci mərtəbiyədəyəm. Dedi ki mənə, nənəmlə dədəm deyir ki, qonşular eşidək dedəm, mən də yanındayam. Dinmədim. Üstəyə qonşum dedi ki, gözəl, dinmə, səs eləmə, qoy danışıb hissi soyacaq. Dilimi qoydum bura, dinmədim. Dedim, dədə, yaxşı. Mən dədəmlə nənəm deyir ki, dədəmlə nənəm, Füzuli ilə nədir, gözəl səni vursa, dalında dağ kimi durmuşuq. Kimsə səni vursa, ölməmişik ki. Birinci növbədə Füzuli balası kimi istəyir onu. Mağazına gedəndə deyir, balam, nə istəyirsən alım sənə? Elə də olmalıdır da, gözəl. Bax, töybə. Mən dalaşdım Elmara. Dalaşdım dedim, dədə, ağlı bacını vurma.
Damlanı vururdu, hər dəqiqə damlanı vurur. Dedim, dədə, bacını vurma. O sənin gələcəkdə mən də ölüb gedəcəm, dədən də ölüb gedəcək, nənən də ölüb gedəcək. Hay deyəndə, huy deyəndə sənin bacın qaldı işte. Yox, Dədə, yaxşı danışsan. Əlbəttə ki. Mən nə ki, ürəyimdə qardaş istəyirəmsə, ürəyimdə ana istəyirəmsə, sənə huy deyəndə, haraybə sənə qardaşa yanan nədir? Bacı. Qardaş dara düşəndə bacı çıxardır. Düzdür. Dedim, dədə, dəymə. Başa sağlam, hamısını mən. Füzul da deyir ki, gözəl. Onların dədəsi elə, Qurana and olsun. Dədəmi görək, deyir gözəl. Onlar ata sığalı görməyibdi. Onlar sığal, nənə sığalı görməyibdi. Gözəl, dalaşma ha, mənim balam. Onlar mənim balam sayılır. Dedim, yaxşı. Qurana and olsun. Elmar qoşulsun desin ki, dədəsinin telefonda. Dünən anam məni döyübdü. Dünənlər polislər belə gedirdi, qaradoxa baxır da polislər. Dedim, ata, qardaş, bax, Elmar belə hərəkət edir. Mənim telefonumu götürdü, bir kəlmə dedim uşağa. Bir kəlmə. Dedim, Elmar, məktəbdə belə eləysən, eləməmsən. Elmar daha da coşdu. Denən ki, mama, bilmiyorum, dəli kimi yox. Mən uşağın dədəsinə dedim ki, aparın Elmarı seviş doktorun yanına, psixoloğa, psixiatra, aparın malca, bir kus malca alsın uşaq. Çünki sən gedirsən, sən dil verirsən, ömür boyu mən dil vermərəm uşağa. Ömür boyu, ömür boyu. Deməmişəm ki, sənin atan pisdir. Demərəm də. Mən bir kəlmə deyirəm ki, Elmar, bax, 5 gün dədənin evinə getmə. Hər həftə gedirsən, hər gün gedirsən. Anayam da, gör, səni də bağırma basım. Mən səni qoğulayım. Anayam da, mən böyütmüşəm. Hər həftənin 5-ci günü gedirdi dədəsinin evinə. Hər həftənin gündə gedirdi. Dedim, dədə, bu həftə qal, özü mən demişəm ha, dədəsi də dedi. Dedi, oğul, bu həftə qal, gələn həftən dedi, 5 gün iş olmayacaq. Gəlib qalarsan, mən də qaynanam gilə getəcəm. Füzuli gilə getəcəm. Sən səni göndərəcəm ora, bacını da götürüb gedəcəm. Özə dedim ki, Elmara, Elmar, həftənin 2-ci günü uşaqlar bayramıdır. 2 dənə, 3 dənə padezim var. Siləcəm, alimət vurulsa, deyə bilmərəm. Gec vurulsa, deyə bilmərəm. Tez vurulsa, səni Luna Parka aparacam. Orada sənə kababda yedizdirəcəm. Demişəm, bir də ki, orada səni gəzdirəcəm Luna Parkda. Uşaqlar bayramıdır. Mama, yaxşı. Bu belə getdi mi? Özə məni pulla şantaj edir. Mənim oğlum. Mənə atam verən alimətdən mənə 10 manat verəsən ha. Dedim, Elmar, o 10 manatın üstünə 5 manat qoyursan, 15 manat. Topu qaz balonu doldururuq. Gedib 1 kilo qənd alırlar. Ürəyin nə istəyirsə gedib alıram. Mənə deyir ki, atam verən puldan mənə 10 manat, demisən 10 manat. Hər ayın axırı 1 manat atasını, Qurana and olsun, atasının alimentindən 1 manat Elmara verər, 1 manat damlaya. Hər gündəki əmsi də verir. Hər gün də dədəsi verir. Dədə, bu günlərim sən pulu dadanın, sabahlarım deyə döyürsən ki, dədu, mənə tez o pul tap ver. İndi də mənə deyir ki, bax, səsi də var burada. Sabahlarım anasıyam. Mənə deməsinlər ki, bax, mənə səs atıb deyir ki, bax, bu telefonu istəyir. Mama, mənə telefonumu qoyarsan şeyə, nə deyim, mağazinə, gəl səhər götürəcəm. Mən niyə qoyuram ki, mən telefonu kandatdan mən almışam. Elə yaxşısa dədən geçsin, demirsən atam yaxşı, səndənsə sən qəhbəsən, səndənsə atam yaxşıdır. İndi məhkəmə də qurulanda, deyəcəm ki, mənim qəhbəliyimi subut eləsin dədəsi. Nənəsinin dədəsi. Subut eləsin ki, kimlə görüb, Füzuldan başqa mənim əlimi tutan olmayıbdır. Kimlə görüb, kimlə. Uşaqdır. Sənə qurban olum. Qəhbə sözünü hardan bilir? Sərt deyil, amma sənə qurban olum.
Yox. Kimsə öyrədib də yağın. Nənəsi ilə dədəsi. Mən balkondan çıxır. Qonşular eşidə. Ey çığırır. Nənəmlə dədəm deyir ki, sən qəhbəsən. Ay, İndi məhkəmə qurulsun. Məhkəmə qurulanda deyəcəm ki, mənim qəhbəliyimi sübut eləsin. Kimlə tutubdur? Axşama da mən əlimdə dırmıq, əlimdə süpürkə, yol boy süpürürəm. Qəhbəlik eləyir. zaten baxanda bilinir ki, zəhmətkeş qadınsan. Baxan kimi o bilinir, bəlli olur. Sən nə qədər əsəbləşdirmə özü, yəni nə qədər desən də, yəni hamı bilir. Oğlumdan eşidirəm də, Sən çox oğluma. zəhmətkeş qadınsan. Mən Uşaq bacım, da böyüdükcə tərəfin başa düşəcək ki, belə zəhmətkeş ana necə əziyyətin mən yerə vurmuşam. əlbəttə mən var ha, bax, Qəbələdə şeydə işləyirdim. Adın səndin, yəni künəfədə yox şeydi, ay Allah. Deyəm restoran adın yadımdan çıxmasa deyəcəm. Bəlkə də burada hamı da deyir, ay Allah. Dilə ağzımda deyir, hansı restoranda işləyirdim mən. 2 il işlədim. 2 ildən sonra 1 il bağlandı. Bax 1 il bağlandı. Adamlar dəyişirdi. Avtomatik hər şey dəyişirdi. Ay Allah, restoran adı nədir? Burada pis yazanlar da var. Ayıb olsun sizə, vallahi ayıb olsun. Nə yazırlar Vallahi ki? ayıb olsun. Ümumiyyətlə pis yazanlar da var. Buradan ayıb olsun deyirəm. Bir xanımı əzmək, Azqa keçmiş xanımı əzmək düzgün bir şey deyil. Vallahi o qədər açıq-saçıq geyinən xanımlar var ki, burada özlərini nümayiş etdirirlər. Heç gedib onlara pis yazmırsınız. Ayıb olsun, eyvallah. Ha, yazsınlar da, nə yazırlar yazsınlar. Yəni belə pis çıxmasın. Bir baxın görüntüsünə. Mən gözəlin indi tərəfini saxlamıram. Mən retkallarda mən girib işim olmayanda gözəl xanıma baxıram. Yəni baxanda bilirsiniz ki, necə qadındır. Zəhmətkeş, zulümkar. Hoş geldiniz xanımlar. Axşamı xeyirliyim, necəsən? Axşamın xeyir. Hardan qoşulmusan bacım? Mən sənin ən sevdiyin Baharam verilişdən. Can, Necəsən? sən sağ ol ürəyim. Sən nə tərsən? Yaxşıyam. Girdim bura uşaq gedib atasına. Bacım, mənim heç tövbə xəbərim olmayıbdı. Dünən mən məhələni süpürdüm. Uşağım da yorulub oturmuşdan binanın qabağında. Gördüm oğlum mama deyə gəlir. Sevindimdən Aha. uşaq gəlir. Dedim dədə gir evə al haçardan. Mən bir damcı yerdi. Süpürüb toplayıb gəlirəm. Mama yaxşı. Uşaq haçara götdü. Gəldim gördüm əynini dəyişib uşaq yazır. Tepal da qoşubdu. Hələ gəlib yürəyir. Üzüm əlimi yuyub çay zadı qoyub bir də gördüm ki uşağımın sinif yoldaşlarım valideynləri. Sən uşağın mənim uşağımı söyüb döyündən sonra bıçaq göstəribdi. Mən sən də o saatlər olarsan da. Bu günlərim dözə bilmədim. Dözə Aha. bilmədim. Düz getdim direktorun yanına. Hı. Dedim ki, hanı bıçaq? Elmar getdiyi bıçaq hanı? Valideynəm də soruşmalıyam. Mənə haqqındır. Bəlkə yalan şər atırlar az mənim balamın üstünə. Bəlkə də. Dedim bıçağı qoy. Niyə bıçaq? Bax indi niyə şər? Bax, mən elə deyəndən sonra baxın, indi müəllimə mənə səs atıbdı. Baxın. Baxın. Axşam xeyir gözəl. Necəsiz? Gözəl Yusuf müəllimə zəng eləmişdi. Mən bilmirəm, mən görməmişəm. Görsünüz. Dedi ki, TikTokda bir video paylaşmışsan. Deyəsən məktəbdən yazmışsınız, qoymuşsunuz da video. Mən bilmirəm, görməmişəm. Biz bu günlərin valideynləri çağırdıq məktəbə və Elmarın tərəfində durduq. Elmarı, yəni biz valideynlərlə dava qırğına çıxdıq Elmara görə. Ki, yəni uşaqlar, yəni nətəli Elmarın tərəfini saxlayaraq biz valideynlərlə davaya çıxdıq. Demək olar ki, demək olar ki, elə də, yəni demək olar ki, yox. Yəni biz Elmarın tərəfində duraraq onlarla dava saldı. Az qala belə davaya keçdi də. Valideynlərin səsi düşmüşdü. Valideyn, müəllimlər hamısı baxamız bir yerdə yığılıb Elmarın tərəfində durduq. Elmarın tərəfini saxladıq.
Amma indi mən bilmirəm, sən nəsə paylaşmısan, yəni məktəb haqqında. Yəni biz xahiş edirdik ki, o videonu götürəsiniz. Mən doğrudan bilmirəm, Gülsəvar mənimlə deyilsə paylaşmısınız, mənim səsimi də atmışsınız, nə eləmişsiniz, amma xahiş edirik götürün o videonu. Gördünüz? Gördünüz? Elmar anı. Gözəl Elmar anı. Dedəsinin yanında. Gördünüz? Mən burada deyəndən sonra qəlbə təşvişə düşübdü. Və qız anı. Oğlum apardığı bıçaqhanı deyirsiniz ki, uşaq bıçaq aparıb da. Səhv deyirəm bacı. Yo, düz deyirsən. Damı hanı, qız anı. Yatıbdı burada yerində. İndi oğlan sən atdı getdi. Ben dünənlərimdir Elmarı çağırmışam bura. Deyirəm dədə bura gəl. Ananam da sənin böyücünəm. Bu boyda səni eləmişəm. Gəl yanıma. Dədə nə tər olur məktəbdə? Balam sən düzünü danışan uşaqsan. Uşaq peşə deyibət. Mənim o gördüyün telefon var ha. Hə. Mən də ki bu telefondan da ki dədəsinə səs atıram ki. Dədəsinə ki. Sənin uşağın belə hərəkət edir da. Uşağın ipini nə olar? Ora gələndə deməginən körpə uşaqdır. Deməginən ki, anan əxlaqsızdır, anan pozğundur. Ananı hamı tanıyır. Anan başladı hamı and içir. Ana zəhmətlə pul qazanan olub. Demək deyə bilərsən ki, mənim pozğunluğumu harda görmüsən? Kimlə tutsan? Onu deyən adam qələt eləyir. Ondan sonra Bahar, Qurana and olsun dədəmin görə haqq. Elmar, dədəsi ilə bundan, uşağın telefonu ilə danışırdım. Elmar mənim telefonumu alıb, gül barya. Qaldın mı telefonsuz? Mən də dedim ki, telefon əlində də, dədəsinə səs atıram. Dedim, telefonu niyə verirəm? Məni istəmirsən da? Demirəm dədu istəmə. Mən onu pox yiyərəm. Nəsil bə nəslimin ağzı ilə demərəm ki, dədu istəmə. Atan istəmirsən ki, atanda hər şeyi alsın. Hə da, büyünərimdə səs atdı. Bax, indi oğlum səs atdı ki, mama, telefonumu ora qoy. Mən də dedim ki, dədə, dünənlərin məni saymadın ki, mən demədin ki, mama, məktəbdə belə şey olub, mənə demirsən. Məktəbdən nə ayrısansa, Qurana and olsun bacım. Hər səhər gedəndə Füzuli orada oturur, Damla mən burada, Damla burada, Elmar burada. Hər səhər gedəndə Füzuli tapşırır, Elmar, balam, ağıllı ola ha. Bax, zamanə pisdir, vurma, döymə, söymə. Əmi baş üstə, özə çox gözəl uşaqdır. Gəlir, əmi işin avanda olsun deyib gedir. Mən Allahla danışıram. Bəs mən yanıb burada deyiləm. Mənim uşağım apardığı, mən də iddia qalxızıram. Mən də büyünəm başa saldılar. Bir vəkillə danışdım, hüquqlusuyla danışdım. Dedi, gözəl, avam olma, ayıl. Sən direktorun sinəsindən tutmasan ki, hanı mənim uşağım gətirdiyi nədir, bıçaq, göstər. Göstərsinlər bənə. Uşağı niyə səndən soydular? Niyə məndən soydular uşağıma? Niyə? Ağlama, yaxşı olacaq. Direktor, subut elə. Yaxşı olacaq, ağlama. Atasının yanındadır da, yad yerdə deyir ki. Yox, bacım, məni yandıran nədir? Bilirəm, atasının yanındadır. İyisi soyub gələcək, yanıma gələcək. Mən onu ömür boyda deməmişəm ki, dədim pisdir. Çünki mən deməmişəm. Yox, mən səni ha vaxtdandır tanıyıram da, az müddətimiz olmayıb, bir yerdə olmuşuq, bir yerdə çörək kəsmişik. O uşaq da inanmazdım ki, səni ata gedə. Belə bəyəxlarım canlıda riski qabağıma çıxdı. Acım, sənin yanında mən demədim ki, bu atı da istə, mən də istə. Yadıma ki, oturmuşdur orada. Demisən. O uşağı da hələ ki qəbul eləmə. Çünki nə? Səhvin başa düşdün uşaq. Dedən ged otur atın yanında indi. Yox, mənə deyir ki, telefonuma hələ ki. O uşaq səhvin başa düşsün. Yox, telefon zat göndərmə. Denəm mən telefon almışam. Göndərib eləmə, ya da danışma. Yox, Mənim yanımda olanda. Göndərməyəcəm də.
Göndərməyəcəm də, danışmayacağım da. Ha bax, mənim əlimə pul düşə, borcumu, xarcımı verəndən sonra bu telefonu düzəldəcəm. Ondan sonra ona telefonu verəcəm. Bu telefonumu. Vermə, heç də hələ ki vermə. Uşaq nədir, telefon nədir? Yo. Hələ yaxşısı demir, dədəm yaxşıdır. Mən atamı istəyirəm, sən istəmirəm. Qalam atamın yanında. Onda dədən alsın sənə telefon. Ona görə deyirlər ki, anaya qız qalır. Həqiqətən. Allah Mən haqqı pis anaya qız olmamışam qalır. evladıma. Mən evladıma ömür boyu pis olmaram. Nə də imtina eləmərəm. Ömür boyu. Onu üzr istəyirəm xanımlardan, bəylərdən, hamısından dönə-dönə üzr istəyirəm. Qəhbələr imtina eləyir balasından. Bənə o sözsüz bacı. Mən ömür boyu. Uşaqdır da, uşaqdır. O qədər səhvin başa düşəcək. Amma oğlan Yadva uşağı düşür, biraz... damla itmişdi. Yadva düşür bacı. Hə, oraları aləmi qatdım bir-birinə. Atabeyni qarışdırdım mən. Gördüm. Mən Elman damla 5 dəqiqənin içində nə bilim mən bu Atabəyə maşından minib gedibdi, Atabəyə gedibdi. Bu gedib damla Atabəyə maşına hamıdan qabağa oturub orada maşında. Gəlib biri qabaq maşında gedibdi, dal maşında bunlar gedib. Çörük get baxdı qabaq maşına. Hər yer Atabəyə zar məlumatə qarışdı. Demək oraları qırğın saldım ki, hanı mənim uşağım. Axırı sən dedin ki, gözəl deyil, qorxma buradadır. Mən ömür boyu kiminsə haqqını itirə bilmərəm. Mənim elə bir mən oğul uşağıma da deyirəm, qızıma da demişəm. Bax, indisində də deyirəm. Deyirəm ki, qızım, dədim mənə zəh vuranda verəcəm sənə danışarsan. Mən yox, mənim yoldaşım qoymur danışmağa. Onunla deyir, kəlmə kəssən məni görmə. Demişəm ki, yaxşı. Amma dünən danışmağımı bilmir. Dünən mənim telefonda danışdım ki, sənin oğlun belə hərəkət edibdir. Uşaqdır, çağıram, deyirəm, dədə, bura gəl. Balam, bura gəl, bir açıqlaşdırın. Görüm, günah kimdədir? Otur, yanında otur, anana. Bir qəşə səliqalı sən mənim başa sal, görüm. Dədə, səbəb nədir? Sən direktor, məndən sən bıçağı hara gizləmsən? İndi bəlkə də buradan eşidirlər, bəlkə də sabahlam gedib adamsa bıçaq tapıb gətirib deyəcək ki, sənin oğlun gətiribdir. Əl izi var, dəlisən sən, barmaq izi var. Uşağımın əl izini gətir bura. Əlbəttə. Avam olma. Əl izi hanı? Kimi bıçaqladı, neynədir? Hardaydı? Siz hara baxırsınız? Müəllimlər hara baxır? Yo, deyir ki, belə-belə, bax, o belə-belə eləyirdim. Belə-belə. Denəm, mənim uşağım dəli deyil, bıçaqla dura məktəbdə qabağını kəsər. Mənim ömür boyu mənim oğlum, nə qızım bıçaq aparmayıb. Bax, bu çörək mənə qənim olsun. Azgəbəri and etmə, hamı səni qəşəng tanıyır. Bacım, Allah mənə qənim olsun, bu çörək mənə qənim olsun. Elmar eləsi bıçağı tanımır axı. Elmar, bax, bu çörək mənə qənim olsun. Elmar eləsi bıçaq görməyib baxın. Demirlər bıçaq, denən ki, gətir də gətir. Sən müəllimə hara baxırsan ki, bu uşaq yaxşı, əlində bıçaq var. Bu bir. Elədir da, bəs mən onu deyirəm də, bəs elə deyirəm ki, sən müəllimə hara baxırdın ki, Elmar əlində bıçaq var idi? Qapıda duranlar. Evdə mənəm. Məktəbdə də sənsən. Məktəbdə nə oldu? Məsuliyyət sənin boynundadır. Sən ağzını nə? Getmirsən büfetdə yeyib içmirsən, çaydan şirlənirsən. Mənim də uşağım şey eləyir. Sən uşağıma niyə nəzarət eləmirsən ki, uşağımı bu gün günahkar bilirsiniz. Ha, bıçaq götürüb, sən hara baxırdın o bıçaq götürəndə? Kimi zədər elədi, kimi vurdu? Gətir görüm ortalığa. Bacı, bu günlərimdə getdim acıqdan məktəbə, direktorun düz sinifına. Yaxşı elədin. Məni belə bilməsinlər, mən pısığam. Düz getdim sinifə. Dedim, bıçağı qoy bura. Aha. Dedi ki, yoxdur bıçaq, belə dedi, yoxdur bıçaq. Dedim, demirsiniz, Elman bıçaq gətiribdi. Bıçağı qoy bura. Mən bilmirəm evimdə necə bıçaq var. Yox, deyirəm, mən bilmirəm evimdə necə bıçaq var.
Nədir bıçağı? Nəsə bıçaq yox Bu aboy kəsilən bıçaq yoxdur aboy. Hə. Nə deyirlər buna? Rezak, çıkılı rezak. Ay sağ ol. Dedim onu bura Böyle gətir. lezva kimi bir şeydi. Ay sağ ol. Dedim onu bura gətir. Onu gətirmədilər bacım. Onu gətirmədilər. Onu məndən gizlətdilər. Yaxşı, eləcə dədəsinə göndərəydin. Şəklini çəkib dədəsinə nənəsinə ataydın. Nənəsinin nömrəsi var da sizdə. Niyə atmadınız? Niyə atmadınız? Videosunu qıraqda çəkəydiniz. İndi sən Elmarı danladığına görə Elmar gedib atasına. Hə. Dedim dədə, niyə belə eləmsən ata? Səni indiyə qədər məktəbə elə şey yap. Anıyam da danlaya bilərəm. Sənə Döyməmişəm. zülüm çəkmişəm. Denə kipriyimlə od götürüb zülüm çəkmişəm sənə. Bax, tutma da belə vurmamışam. Desin ki, uşaq, mama məni vurubdu. Tutma da belə vurmamışam. Dedim dədə, oturmuşam yanında. Dədə, məktəbə bıçaq aparmısan, düzünü dinən. Atam, nə eləmsən? Mənə ananam, düzünü dinən. Dünənlə polis buradan gedəndə dedim bəlkə də polisdən qabağın kəssin, dedim qardaş, bunu çəkin qırağa. Bəlkə bu bıçağı qorxusundan boynuna alar ki, mən nə deyil, məktəbə bıçaq aparmışam, qələt eləyərəm. Ondan soruşun. Uşaq dedi ki, yox başım, yox. Dedim elədir, əsəbləşib büyünlərim. Aparım bunu, onsuz da 5 gün tətildir. Aha. 5 gün. Aparın bunu dədəsinin yanına. 5 gün tətildə. Həftənin 2-ci günü gəlsin. Mən demirəm ki, dədəsindən ayrıram. Mən onu demirəm. Kim bağlatsa sağ olsun. Mən onu demirəm ki, dədədən ayrılsın. Mən onu demirəm ki, dədəsindən ayrılsın. Sabahlarım oğul dara düşəndə ata lazımdır. Sabahlarım oğul əsgəriyə gedəndə ata gedəcək dalıyla, mən gedəməsəm də. Mən onu deyə bilmərəm ki, nədir, atamla pisdir. Mən onu deyə bilmərəm. Özü səhvin başa düşüb gələcək bacı, boş ver. Amma heyf, sənin o qədər əziyyət və heyf. Hoş geldiniz bacım. Ay Allah. Hanımlar hoş geldiniz yukarıdaki hanımlar. Bak Gözəlin bir dedesi- səhvi var. Gözəlin bir səhvi var ki, gözəl çox səbirsizsən, çox əsəbisən. Sakit, düz deyil. Çox şeydə sən düzsən, düz deyirsən. Prosta əsəbləşməklə bir şeyləri yoluna qoy. Bacım Olur. mən niyə əsəbləşirəm? Mən bu aboy kəsilən nə deyirlər ona? Mən onu görmədim deyənə var. Bugünkü günü mənim başıma elə bir qaynar qazan saldılar. Yəni təmkinlə, onu bilirəm, düz deyirsən, haqqın var, tələb edirsən ki, yəni uşağın əgər gətiribsə belə kəsici alət, yəni tələb edirsən ki, onu mənə göstərin. Sən düz deyirsən əslində. Prosta özü o, yəni əsəbləşdirmə, öz-özünə ziyan vermə. Bacım, ki əgər mənim uşağım gətiribsə, göstərin də çıxardın ələ. Niyə tullanmısınız? Videonuz qıraqda videosunu çəkəydiniz. Axıra kimi də tələb elə. Yəni səbirli bir şəkildə yaxınlaş hər bir olaya. Bir insan ki, nə balamın, nə ailəmin kəsində dırnanı çölə, ora, bura dəyişmərəm. Allah hamının balasının canını sağ eləsin, içi də mənimkin içində. Mən ömür billahda balalarımın kimisə ayağının altına vermərəm. Mən ciddiliyinə gedən insanım. Sabahlarım mən Elmarın üstünə gedəndə sabahlar büyünlərim ataların bir misalı var. O ana oğul git qonşudan yumurtanı götür. Uşaq bir də o damdan götürəcək. 2 də götürəcək. 3 də götürəcək. 4-cü uşaq böyüdü mü içəri girəcək. Onda ana bir başına deyəcək, bir gözünə deyəcək ki, vaxtında mən oğlumu, qızımı yanıma çəkəydim, tərbiyə verəydim. Mənim oğlum indi içəridə. Belə olmazdı.
Belə olmazdı, bəli. Mən elə bir tərbiyə, mən villa təmizləməyə getmişəm, mən öy təmizləməyə getmişəm, mən hər yerə getmişəm, uşaqları dalımla aparmışam. Hamısı da Qəbələ zonasında deyirlər ki, gözəlin oğlu ilə qızı halaldır, bir dənə nəsə götürmək. Mənim oğlum 1 il 6 ay Aybəniz müəllimin evinə getdi. Hələ də deyir Aybəniz müəllimə, hindi də deyir. Deyir, mən deyir, Elmarın deyir, gözün qabağında 100 manatı qoydum. Dedim ki, bu saat Elmar gəlişdi. Qoydum. Bir də üzüyü. Düşdüm deyir, 5-ci mərtəbədə qalan. Düşdüm deyir, 2-ci mərtəbəyə gəlinimin yanına. 2 saatdan sonra ona çıxdım ki, bəlkə Elmar uşaqdır, sumkasına götürüb qoyub gedər anasının yanına. Stolun üstündə konfet də var idi. Nə Elmar oturub divanında belə, hələ də deyir Aybəniz müəllimə, indi də deyir. Bir gün də dedi. Dedi, bax sənin uşağın, bax düzgündür gözəl. Elmar durub bax belə divanda. Aybəniz müəllimi gözləyib ki, Aybəniz müəllim gəlsin mənim məşqələ keçsin. Gözəl, öz uşaqla da həmin nə olubsa bu mövzu, həm öz uşaqla da denən, yəni bu haqda ki, bax görsən müəllimə səni necə tərifləyirdi. Deyirəm, bax dünənlərim, onu mən deyəcəkdim, uşağın dəlli tutdu. Deyirəm, Elmar. Mən nabab beyninə elə şeylər sal ki, əhsən ki, mən sənin kimi qızlardım var. Uşaq niyə belədir? 2 tirəlidir. O yüzden Hələ ki qanmır, amma harasa indi də hələ ki onu bağışlama. 1-2 gün elə bulaq burması kimi bir şey olsun, belə deyək də. Denən ki, səndən incimişəm. Mən elə bilirdim ki, sən mənim arxamda dağsan, arxamsan. Yəni uşağa get gəl, hələ ki bağışlama. Ya öz ürəyində belə şey qalsın da. Yəni bağışlayırsan, biz hamımız anayıq. Sadəcə indi denən ki, yox, bu səhv eləmsə, ata sən getməklə səhv eləmsə, demirəm ki, atan səni istəmir, ata da yaxşıdır. Amma mən ananda zəhmətkeş anayam mən. Mənə də belə atıb getməməliydin sən. Mən ananam sən də sabah ay oğlum, valideyn olacaqsan. deyə bilmərəm mən ona. Amma hər həftə yemək pişirəm mən. Dünənləri video çəkə-çəkə, dünən axşamüstü. Video çəkə-çəkə dədəsi də görsün da. Video çəkə-çəkə ətlə, nə təri bu? Çolpa ət idi. Bunu da TikTok'da görmüşəm. TikTok'a bax, YouTube'da göstərilir də. Lay. Buna nə deyirlər buna? Qəşəng. Döşəmə. Sən lay buna. Bunu da TikTok'da Malatya ilə eləyirlər. Mənim indi Malatya almaq pulum yoxdur deyənə, yoldaşımın da ki, dedi ki, maaşı pulum gəlsin, top alacağım. Bu gördüm TikTok'da bu çolpa ilə eləyirəm. Lay. Dünənlərim. Bişirdim, qoydum, soyandan sonra yığdım dondurmaya ki, sabahlar məktəbdən gələndə uşaqlar da, ailəm də, mən də oturub yiyəcəyim. Videoda çəkə-çəkə dədəsinə deyirəm ki, bax, belə deyir Elmar. Yox, mən istəmirəm. Dədəsi də deyibdi ki, niyə evdə yemək yemirsən? Anam bişirmir. Yox, istəmirəm. Deyirəm, dədə, niyə yiyim? Ağladım. Dedim, dədə, niyə yemək yemirsən? Yox, sən içinə zəhər tökərsən. Bax. Uşağı başını çalıblar da. Onu öyrədiblər gözəl. Onun çünki öz ağlı deyil. Uşaq mənim yanımda qalıb 7 il. 7 il. Zarafatda ölüb 5 il. Elmar indi 6-cı sinifə gedir. 6 il mənim yanımda olub Elmar. Elmar zəhərlənmədi. Elmar məktəbdə nəsə bir hadisə törətmədi. Elmar heç eləmədi. İndi eləyəsi oldu. İndi yoxsanlar. ATV-də o 2 dənə uşağı tək otaqda qalırdı, heç nə eləmirdi. ATV-in ölənlər var, rəhmət qalanlar var, can sağlığı bacım. Sağ ol ömrüm. Otaqda tək qalırdı. Otel hamısı başına and içirdi ki, gözəl uşaqlar tərbiyəlidir. Ölənlər var, rəhmət. Müdür dedi ki, bir belə dedi uşaq gəlib bura dedi.
Hamısı da dedi ikinci mərtəbəyə çıxırlar, çıxırlar. Mən dedi beləsi tərbiyəli uşaq görməmişəm. Otaqdan çölə çıxmırdılar sən gəlməyincə. Yo, mən ATV-yə də gedəndə otururdular kresloda, elə bil orada heç bir uşaq yoxdur. yo, ATV-dən var. Bax mən ATV-yə gedirdim. Qurana and olsun dədəmin görə haqqı. Nə Elmarın, nə Damlası otururdular. Sakit. Biri televizora baxırdı. Bir də telefonla oynayırdı, yadımda. Nara yazır. Burada Nara xanım yazır. Xanım da demək istəmirəm. Boyu yerə soxmusan. Sən ki belə xanımları küçümsədirsən. Sən xanım deyilsən, Nə profildə Nara var. bacı. Yo, blok atma. Bloka niyə atsan ki, o səviyyəsini göstərir. Elə görüntüsündən, adından məlumdur. Mən oxuya bilmədim. Mənim başım qarışdı gözələ. Qadın ki, belə yəni əzirsiz. Elə hər hamımıza söz atıb demək olar ki. Qələt Bacı, eləyir. profilsə attım. Yo, ağ deyil. Profil şəkili var. Adını aradı. Ayıb olsun. Hasidin nə rəhdədir mən deyə, nəsə nə rəhdədir? Açgili. Qara. Ayıb olsun sən. Yəni qapqara profildir. Aha. Bitirər karvan keçər. Hələ bura qoşulub ağıl verənlərə bax. Güzel başıma kimə ağıl verir? Xoş gəldin. Sadəcə biz gözəl tanıdığımıza görə gözələ dəstəyik. Əbədi bax. Sən get özünə bax. Səviyyəsiz. Effekti də o qədər şey eləyib ki, effektlə şəkil çəkdirib qoyur Xoş ora. gəldiniz. Öz şəkil də deyil, bəlkə də bir qəşəng qız tapıb qoyur ora. Boyu yerə soxum. Gözəl boş ver getsin, hər şey yaxşı olacaq. Gözəlin uşağı Allah ki orada oteldə ikisi də otaqda sakit dururdu. Gəlirdi ATV elə bir quzu balası. Heç orada səsi çıxmırdı o uşaqların ki, yəni orada uşaq var. Başqalarının uşağı gəlirdi vağ. Yo, mənim uşaqlarım Allahla danışaq. Elmarla, Damla o oteldə var ha. Bax müdür məni çağırırdı bura. Çağırırdı otağına. Dedi gözəl bura gəl getdim. Deyir gözəl. Sən uşağa nə vermirsən? Dedim nə olub? Deyir bax saat 6-dan veriliş başlayır da. 6-da 9-un yarısı 2 saat gedir də veriliş. Ona da nə Elmarı, nə Damlası. Səsi çıxmır. Heç düşüb də demirlər ki, acından ölür, susundan yanır. Hə, bilirəm. Biləm mənim uşağım. Allah əziyyətli, bacı, Allah əziyyətli yerdə qoymasın. Bir onu deyirəm. Mən Elmara. Yenə də bax buradan deyirəm. Deyirəm Elmar. Demirəm dədi istəmə. İstə. Get, gəl. Amma bir vaxt başıva gözüva deyirsən ki, gərəkdim mən anamı atmayaydım kimdənsə. Sənin ananam vurmamışam ki, döyməmişəm ki. Mən deyirəm ki, subut edeyim. Sənə Elmar dedim ki, Elmar səbirli ol, təmkinli ol. Həftənin bir üçün 5-ci günü mən gedim məktəbdə araşdıracağam. Mən belə bilməsinlər. Mən araşdıracağam. Araşdırmamış ən çəkən deyiləm. Neynəyib ki uşağı? Uşağı heç nə eləməyib. Sadəcə məktəbdən uşağı şey deyibdi. Bir valideyn kimi bu da anadır da. Uşağın danlayıb, uşaq da gedib öz atasına. Yəni belədir, başqa bir şey yoxdur. Mən getdim dedim ki Gülsava müəllimə, bəs mənim oğlum deyirsəz ki, belə lezva gətiribdir. Bəs hanı çıxar? Oğlu 6-da oxuyur, 6-cı sinifdə. 6-cı sinifdə. Çıxardın ortaya. Videosunu göstəriydiniz. O boyda məktəbdə bacı video yoxdur. Kamera yoxdur. O boyda məktəbdə. Zarağanın məktəbi var. Rayonun məktəbi var. Bu boyda məktəbin şey yoxdur.
Videosu yoxdur, kamerası yoxdur. Mən orada büyünlərim var. Nə olsa dedim, nə olsa. Ki bir axırıncı dəfə olsun mənim oğlum bura məktəbə gələndə mən sübut istəyirəm. Mən sübut istəyirəm. Mənim oğlum əlimdədirmi? Haqqın var da bacı, haqqın var ki, uşağımı nə ilə suçlayırlar, nə deyirlər, o sənin haqqın var. Bəli, mən deyirəm ki, mənim oğlum gətirməydi. Hə. Əlində çək bir, əlində şıqqıdan telefondan çək. Bənə, mən də bilim də oğlumun səhvini bilim. Əlbəttə bilim ki, mənim oğlum bu şeyi hardan alıbdı. Mənim uşağım elə şey bilmir axı. Mən də şöbədə dedim. Polis şöbəsində dedim. Dedim, mənim oğlum elə şey bilmir axı. Mənim oğlum elə şey bilmir. Mən deyim ki, mənim oğlum bunu bilir. Mən də onu görməmişəm. Çünki aboy eləməmişəm, bir şey eləməmişəm. Aboy vurmamışam. O nədirsə, dezodorantdırmı, mezodorantdırmı, nədir? Adı da bir cürədir, deyə də bilmirəm. Rezəkdir. Lezzetdir, lezzetdir. Ben işletmemişim axı onu. Lezva kimi bir şeydir, bıçaq, aboy kəsir. Bir ki, Gözəl. Allah haqqı bacı bilmirəm. Çörək haqqı bilmirəm o nədir. Büyünəm dedi ki, bunu alıb gətiribdi. Elə şey gətiribdi. Dedim, bura bax, müəllimə. Hardan alıbdı? Sorçaydın. Yavaşcana dalın qatda. Xəlvətli video çəkəydin. Şəklini çəkəydin. Onda sübut edin. Çağır yanıva müəlliməsən, əlindən al, at şkafa. Mən çağır valideyn kimi deyirəm ki, Bağlayıb axı. yox, övladım belə bir şey gətirib. Mən də övladımı ən azı tərbiyəsi ilə ciddi məşğul olum. Bəlkə onu boş buraxmışam, bəlkə kimdənsə alıb, bəlkə də neyinib. Uşaqdır da, ağzında uşaq deyirsən. Gətirib, məktəbə gətirib, uşaqdır, qanmayıb gətirib. Allah köməyin olsun. Sən də bir direktor kimi, bir müəllimə kimi uşağımı çağırırsan, deyirsən əlindəkin ver bura. Alırsan, qoyursan klokda, şkafın içinə. Mənim nömrəmi Düz deyirsən, bax elə olmalıdır. Mənim nömrəsi var. Zəng vurur ki, ay gözəl, sənin oğlun belə bir məktəbdə iş törədir. Bilirəm, deməyib, bacı, mən sənə olanı deyirəm. Səni çağırardı məktəbə, əlindəkindən də, məsəl üçün gətiribsə, əgər, indi biz bilmirik də, haqq bilmirik. Yəni, heç kimin də babalısına girə bilmərik. Gətirməyib ki, müəllim götürüb qoymayıb burağa. Sən əgər onun əlində, belə deyək də, mən müəlliməyəm, sən tələbəsən, gözəl, əlində bıçaq gətirmirsən, düzdür? Mən sənə deyirəm, gözəl, qızım, gətir bura görüm o bıçağı. Alıram, zəng vururam sənin valideyninə ki, bax, gözəl bu gün məktəbə bıçaq gətirib. Sən də anan gəlir məktəbə, sənin tərbiyənlə məşğul olur ki, bala, bunu sənə kim verib, neyniyib, ana qurban, belə elə dillə. O da bir, məsəl üçün, uşaqdır da, deyər ki, məsəl üçün, səmadan al. Məsəl üçün, sən gözəl deyirsən ki, ay ana, səma verib mənə. Hə, deyirik, səma, niyə gətirmirsən məktəbə? Xanım kimi müraciət elə, təzdən direktora bax. Əlbəttə ki, belə deməlisən, baxsan. Hadi, büyünlərim, dedim ki, mənim uşağım gətiribsə, niyə əlindən almadınız? Yaxşı, aldınız. Niyə bir yerə qoyulmadı? Niyə mən çağırılmadınız? Niyə? Və büyünəm onun davası elədim. Yalan bir söhbətdir də, indi yoxdur, elə bir şey yoxdur. Yaxşı, neyirdisə, dədəsinin nömrəsi var, nənəsinin nömrəsi var. Zəng eləyirdin ki, uşağın nənəsi, dədəsi, valideyni dədəsidir. Sənin oğlun bunu gəlibdir. Niyə demədi? Uşaq sənin himayəndədir, bacı qurban. Uşaq sənin himayəndədir. İndi bax, qanunda belə bir şey də var, ha, gözəl. Onu da sənə deyim. İraq uşağın başına bir hadisə gəlsə, cavab deyilsən, atası deyil. Çünki uşaqlar sənə verilib məhkəmə yolu ilə. Bəs mən də onu dünənlərim, bəs mən də onu araşdırıram axı. Bəs dünəndən bərdir. Bəs gedirsən icraya gedirsən. İcraya getmişəm. Büyünlərim var. Bacı. Bacı,
ki, qulaq as, ya da polisə zəng vurursan ki, uşaq mənim himayəmdə ola-ola atası uşağımı oğruyub. Uşağı gətirib qoyacaqlar sənin yanına. Uşağın atasının kağızı var uşağı görməyə. Məhkəmə qərarını verməyib axı mənə. Aysa o, indi iraq-iraq sənin uşağın yıxıldı, qıçı sındı, nə bilim, Allah eləməsin, başına bir hadisə gəlsə, sən aparıb salacaqlar türməyə. Sənsən çünki uşağın cavab deyil, sənsən. Nə olsun atasıdır. Ona görə sən polisə indi bax bu saat canlını bağlayırsan, 102-yə məlumat verirsən ki, mənim uşağıma başına bir hadisə gəlsə, mən atasından cavab deyəm. Çünki mənim uşağımı atası gəlib evdən götürüb. Məhkəmə uşağı mənə veribdi. Uşağı polis gətirib qoyacaq sənin qapıva. Heç kim sənin əlindən uşağı ala bilməz. O atası istəmir, məhkəməyə müraciət eləməlidir. Məhkəmə o baxmalıdır onun şəraitinə, o uşağın baxımına, otağına, evin şəraitinə ki, bu uşağa baxa bilər, yoxsa yox. Ondan sonra sənin əlindən o uşaq alınıb, verilə bilər atasına. Amma belə məsuliyyət sənin boynundadır. Sən bacını eşit, polisə zəng vur, uşağı gətirib qoysunlar yanıva. Bacım, büyünlərim, bax büyünlərim, dönənlərim mənə də başa salan oldu. Mən neçə vəkillərdən, bax, vəkil Günlər xanım da var. Bilirəm, uşaq səndədir, bacı, uşaq səndədir, məsuliyyət sənin boynundadır. Atası olsa belə, uşağın başına bir hadisə gəlsə, səni aparacaqlar. Bildim, indi qoy mən deyə gəlirəm da, dönənlərim yığdım 102-ni. Aha. Polisi yığdım. Çünki istəyir bu məktəbdə nəsə törətdi, istəyir dədəsi ilə getdi, istəyir nə oldu? Mən yığdım polisi 102-ni. 102-ni yığandan sonra dedim nə olub buyur. Mən də qayıtdım, dedim ki, uşaq məktəbdə belə hərəkət eləyibdi. Mən məhkəmə hamısını deyə gəlirəm. Məhkəmədən mənə uşaq verilib, mənim himayəmə. Sabahlarım uşaq nəsə eləsə, mənim xiddəyimdən tutacaq. Uşağı polisin əli ilə dünənlərin dədəsi ilə göndərdim ki, qoy uşağın əsəbi biraz sakitləşsin. Məsuliyyət səndədir. Məsuliyyət səndədir. Bəli, bu gün də getdim ərzə yazdım ki, məktəbdə belə iş olubdu. Mənim xəbərim olmaydı. Yazdırdım, gəldim. Polis də mənə dedi ki, nə tər olubdu? Dedim, mən nə bilim nə tər olubdu. Orada mən olmamışam ki. Mən də müəllimə deyirəm ki, əgər mənim oğlum aparıbsa, əlindən almışdınsa, mən də qanunları biləmək azdan çoxdan əlindən alaydı, qoyaydı işqaba, deyil, məni çağırıydı, deyildi ki, valideyn, ala bax bunu, mən də verirəm səni polisə ki, sənin öhdənindədir bu, sən hara baxırdın ki, valideynsən, hara baxırdın ki, məktəbə uşaq bunu gətiribdi. Mənə o deyilmiydi, nə də mənə zəng vurulmayıb məktəbdən. Mən də büyünlərimdə Uşaqlar Birliyinə getdim, məlumat verdim, müəllimənin nömrəsini də verdim, dədəsinin nömrəsini də verdim uşağın. Ki, həqiqətən də uşağı dədəsi ilə vermişəm, həftənin 2-ci günü uşaq gələcək, buranın məktəbinə gedəcək. Büyünəmdə direktor dedi ki, Datçanın məktəbinə geçsin. Dedim, özünüz bilərsiniz. Allaha qurban olun. Nədir? Sistem işləmədi. Çünki niyə? Sistem bağlandı. 6-cı sinif şagirdi axı. Aha. O mənə də dedilər ki, sənə zəng eləyəcək. Dedim, uşaq buranın məktəbində daxı. Çox da Datçanın məktəbində oxusun. Sabahlarım o Datçanın məktəbində nəsə törətsən, gənə məni çağıracaqlar. Səhv deyirəmsə, desinlər ki, səhv. Çünki məhkəmə mənə veribdi uşağı, mənim himayəmə veriblər. Sabahlarım uşaq nəsə tövrədəndə məni çağıracaqlar. Deməyiblər ki, nədir, dədəsinə deməyib, məhkəmə deməyibdi ki, görüş alsın. Deməyib axı məhkəmə. Mən də orada polisə dedim ki, dinən ki, yaz onu məhkəmə vurulacaq da. Orada yazıcı ki, həqiqətən də Abbas, ay Allah, əvvəlki məhkəmənin adı nədir? Elmar. Elmar görüş verməyibdi. Həqiqətən də elə olubdu. Deməyibdi ki, uşaq dədəsinə almət verir, dədəsinə görüş alsın. O olmayıb axı.
Mən də elə yazdırdım. Bax böyünlər, qədər. Mənə də başa salan oldu ki, uşağa məhkəmə görüş verməyib. Sonra getdim məhkəməyə, böyünlərim, vəkilimin yanına. Dedi ki, uşaq sənin yanıma gəlsin. Bax, böyünlərim dedi. Dedi, sən ona dedi. Fitil vermirsən, dedim yox. Dedim, mən deyirəm ki, dədəsin yanına da getsin, mənim yanıma da gəlsin. Amma hər gün yox deməmişəm ki. Hər həftənin 5-ci günü bacı. Deyirəm, mən də anlayam da. Hər gün atı ilə görüş olar, səhv deyirəm. Deyirəm, 4 gündən sonra gör. Bu həftə ölsün, bu həftənin 5-ci günü. Gələn həftənin 5-ci günü get. O bir həftənin 5-ci günü get. Hər gün görüş olur. Yo. Hər gün görüş var. Bu dədəsə var. Gözəl yazıblar ki, Füzuli vurub ona görə gedib. Füzuli yazıqarıb, uşaq şahid dursun da. Qaraltı var, ekspert var. Ekspert var. De, mən qaynanam, məni döydü bazarda qaynımın oğlu ilə. Qaynanam, məni bazarda döydü, getdim xəstəxanaya, xəstəxanadan da ekspertə. İndi o məhkəməsi gedəcək. Elə bilirlər ki, gözəl oxumayıbdı, savadsızdı. Görsən, mən hər şey bilirəm. Bugün məhkəməyə də girmişəm. Bugün icra nümayəndəsinin yanına da getmişəm. Bugünlərim uşaq birliyinə də getmişəm. Füzuli lazımdır sənə. Füzuli neyinirsən? Evindədir Füzuli. Xəstədir cəmaat. Mənim telefonum sınıqdır deyənə bu telefonu da açırdım. Yo, yazıb Füzuli hanı? Yazıblar Füzuli hanı, Füzuli hanı? Füzulinin sorçanların yanında. Mən də qanunları biləm. Azdan, çoxdan. Elmar məhləyə düşdü. Sıra qaynlarım. Aha. Ona and olsun bacı. Deyir ki, nənəmlə dədəm deyir ki, Füzuli ilə gözəlsə əl qalxırsa, mənim yanıma gələsən, dalında durmuşam. Hamiş, bina hamısı eşitdi. Aytən kimdir? Aytən yazıb ki, oğlunu qəbul eləmir Füzuli. Xeyr, Füzuli qəbul eləyir onun uşaqlarını. Narahat olmayın siz. ATV-dən qəbul eləyib gəlibdi. Sizə nə maraqlıdır? Bu Füzuli qəbul elədi, eləmədi. Nədir? Bunun bayramında var, Qurban bayramında. Gedəcəyik, mama gilə gedəcəyik, qaynanam gilə. Oradan da gedəcək, mən mama gilə qalacam, qaynanamda. Bu da gedəcək oğlu ilə qızın görməyə. Niyə? Pul da atır, almetdir. Məhkəmə deyibdi ki, məhkəmə də bu iddia qalxızdı bir həftə bundan qabağa Füzuli. Ki, mən alment ödəyirəm, uşağımı görmək istəyirəm. Haqqıdır da görməlidir. Aysa, vəkil də Günnar xanım idi. Vəkil Günnar xanım da dedi ki, orada sən demisən ki, mən alment ödəyirəmsə, uşağımı görmək istəyəcəm, görəcəm. Məhkəmədə sənə qərar qoyubdu. Bəli, görmək haqqım var. Amma mənim keçmiş yoldaşım qərar verməyib axı. Mənim himayəmdədir. Datçada da nağarsa, gecəliklə dədəsinin qarnına bıçaq soxar, mənim himayəmdədir. Datçada nağarsa, mənim himayəmdədir Elmar. Mən amma balamdan imtina eləmərəm. Ömür boyu. Niyə eləyirəm imtina? Adam da balasına imtina edir, ömür boyu. Balamdır, əzzət çəkmişəm, zulüm çəkmişəm. Sən bir dənə 102-yə məlumat ver ki, mənim uşağım qaçırılır. Yox, mən özüm vermişəm da, bacı. Mən özüm polisin əli ilə vermişəm. Paltarını mən yığmışam. Dedim, get, əsəbsən. Get dədənin yanında. Valideynindən qorxmalıdır. Nə qədər qorxsa o qədər yaxşıdır. Ay sənə qurban olum. Deyə bir misal var. Deyə əzizlik, tərbiyəsi onunla da əzizdir. Sən onu... Həm uşağı sevməlidir bir valideyn, həm də uşaq valideyndən qorxmalıdır. Sən onu ora göndərməklə onun ayağına şey verirsən, şans verirsən, düz eləmirsən. Sən yanında qalmalıydı, onu evdə özün cəzalandırmalıydı. Mən eləyə bilmərəm onu. Bax, nənə deməlidir ki, uşaqlar birliyində polisin əli ilə uşağı gəldi. Ən birinci dəfə.
Nənə deməli idi ki, nənədir uşağın yanında o sözü deyim. Evə lotu salıb, kişi salıb evə uşaqların yanına. Nənə bax nənə, uşağın nənəsi. İkinci aləmdə ailə həyatı qurmuşam, o da təbiətin qanunudur. Yana and olsun. Uşaqlar biri gedəndən sonra bəli, mən də orada qaldım da. Belədi, üzün cırdı. Vay! Belədi. Qəhbə. Uşaqlar birliyində. Qəhbəsən deyirsən, qəhbəsən. Boşanmısan, əl çək. Təmizlik kağızı var məndə. Nə istəyirsən? Uşaqdır, görməyi istəyirsən, aliment verirsən. Sən nə füzuli demir ki, uşağı görməsin. Nə bir şey. Füzuli deyir ki, elmarı qoydu qabağına, dedi ki, dədəsi budan qulaq asırsa desin ki, yalan deyir. Dedi ki, bir dənə dedi, Füzuli bir dənə ona dedi, anın əziyyətini itirmə. Dədu da gör, get qal, dədu da gör. Anın əziyyətini itirmə, dedi. Anı sən əziyyət çəkib, dedi. Mən qəhbə olsaydım, pozğun olsaydım, əxlaqsız olsaydım, Füzuli 6 ayda buradaydı. 7-ci aya keçdi. Qaradoxun kişiləri, Zarağanın kişiləri, Füzuli istədiyi yerləri deyərdi ki, gözəl əxlaqsızdır. Deyərlərdi da Füzuliyə. Mənim dünyam nöqtə yazılıb ki, Füzuli səni saxlayan deyil. Saxlayan deyil, səni saxlasın. Nöqtə gəl səni saxlasın. Məni saxlayan deyil, səni saxlasın. Füzuli gözəl kimi qadın tapacaq. Seyidlə də yazılarını da bilmirlər. Füzuli sevinsin ki, minnət olsun ki, belə bir xanım var onun həyatında. Qapısını da mazlayır. Gezənlər durur, yeməyin, içməyin. Ən çətin günündə qapısını açıb gözəl ona. Valla. Hoş geldiniz. Kara profil, hoş geldin. Bak böyle. Bak indi müəllimin səsinə bax. Müəllim iki tərəfli danışır. Qoyuyorsun ya YouTube'a qoyuyorsun. Mən vecimə deyil. Mən haqqı tərəfiyəm. Mən dünya vecimə deyil. Ki, yaxşı mənim balam aparmışdı da onu. Rezədir, mezədir, bıçaqdır, nədir, nə zibildirsə. Alaydın əlindən, qoyaydın çıxarga, qoyaydın şifenərə, qoyaydın məktəbin dəftərxanaya, sırazı məni yığıydın, deyirdin gözəl tez məktəbə gəl. Sənin oğlun bunu gətirdi. Niyə yığmadın? Niyə? Yaxşı, göstər da anlayam. Məni göstər girən ki, sənin oğlun gözəl, ala, apar evizə, bunu alıb gətirdi. Niyə göstərmədin? Niyə? Böyünlərin məktəbi də dərbədağın elədim, qırğın saldım. Yaxşı. Hər yanı ki, mənim oğlumun üstə indidən şər atmayın. Onların götləri qoxur, götləri pısatların direktorunda, ondan sonra, bax, hərbiçinin o qız oğlu, bacım, hərbiçinin oğlu, müəllim 4 dənə uşaq çıxardı daskıya oxumağa. Hərbiçinin oğlu partanın altından belə şaqqa-şaq çəkib. Uşaqlar, qızların, iri qızlardan 1-11-i qutaracaq. Götlərin şeylərini çəkib. Çəkəndən sonra ay tövbə. Qaradoxun TikToka da yayılıbdır. Qaradoxun qızları qəhbədir. Polis də gəldi. Ay mən yolu süpürürəm. Görürəm 4 dənə 5 dənə polislər düz girdi məktəbə. Özümə dedim, bu polislər niyə gəlir? Ondan soruşuram, bundan soruşuram, ondan maraqlanan.
bir adam var idi. Düz getdim yanına. Dedim, hə, mən araşdırım. Dedi, gözəl, belə. Polisə nağardılar, pul verdi, direktor üstünü öpdü. Bəli, hani? Valideynlər bu saat top kimi ayağa qalxıb. Bax, o videonu mən də görmüşəm, heç göstəriblər videonu. Bax, əl bu qaradoqda gəzir. Əl. Hamıya atılıb, WhatsApp-dan atılıb, ona atılıb, buna atılıb, ona atılıb, buna atılıb. Altdan da yazıb ki, qaradoxun qəhbələri. Budur da. Bax bu. Bu da məktəb. Bu da tərbiyə ocağı. Bəs elə idisə, məktəbə niyə telefon qoymursunuz? Qoydunuz bəs telefonu. Hərbiçinin oğlu gizlində aparıb, cəmaatın qızın şəklini çəkib paylaşıbdı. Niyə qoydunuz məktəbə? Direktor deyilsə, əfsər müəllimi orada olanda, əfsər müəllimin seyində belə olmamışdı. Direktor olanda. Sən direktora keçən kimi belə o haqq hesab oldu. Qaradoq deyir ki, bu direktora keçən kimi belə oldu. Hamı qalxıb. Ki, məktəb, Qaradoqun məktəbi pozulubdur. Ne oldu ben? Əvvəl belə deyildi axı. Bizdir belə deyildi axı. Bizdir şəkil çəkirlərdi. Bizdir məktəbin dalına çəkib 8-ci sinifin şagirdini dodağını öpürdülər. Hamısı bir baş verdi da. Hamısı bir oldu da. 8-ci sinifin şagirdini çəkib qırağı dodağını öpürdü. Ağzını öpürdü. Hamısı bu məktəbdə baş verdi da. Çünki müəllimlərdən asılıdır. Hamısı müəllimlərdən asılıdır. Müəllim gedir ayağın üstünə qoyur, gedir oturur şeydə, isti peçin yanında. Oturur, gedir oturur şeydə. Olmaz axı. Bəlkə məktəbdə bir-birinin qarnına bıçağı soxurlar. Bəlkə onu qoruyançı 5 dənə qoruyançı var. 5 dənə yox. 5-1, 5-1, 10 dənə. Belə gözəl, əsəbləşmə, ay gözəl. Səni istəyən də var, istəməyən də var. Əsəbləşib eləmək. Sözün düzü deyirəm, bacım. O heç şey, o düz deyirsən. Amma əsəbləşə öz